Bibim oğlu İskəndər atamın yanında dəfn olunub. Tez-tez məzarını ziyarət edirəm. O mənim qardaşım idi. Qardaşım olmadığı üçün o bizdə, biz onlarda olurduq. Rəşad da mənimkidir. Allah onu da balalarına qovuştursun. Bu sözləri meyxanaçı Ələkbər Yasamalı Baku TV-yə müsahibəsində danışıb. O, həmkarı Rəşad Dağlının bibisi oğlu İskəndəri qətlə yetirməsindən bəhs edib. Ələkbər bildirib ki, Rəşadı balalarına görə bağışlayıb. İkisinin arasında qalmışdım. İndi də elə qalmışam. İkisinin də fikrini çəkirəm. Balaları olmasaydı Rəşadı bağışlamazdım. Gözləyərdim çıxıb gəlsin. Rəşad sənətkar adamdır. Olmamalıydı. Balası olan bunu etməməli idi. Biri var qeyrət, namus üstündə olsun, onda heç kimə qulaq asmamalısan. Amma ikinci, İskəndərdən əvvəl 2 balam var. Onları düşünməliydin. Onlar həsrətə layiq deyil. İskəndərin videolarına, fotosuna baxa bilmirəm.